Sağlamlığını qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Ghebreyesus'la görüşüb. Baxaq görək görüşdə nələr müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus'u qəbul edib. Tedros Ghebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu konferans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiyini bildirib. Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmağına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib. Tedros Ghebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxunub. Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı 11-ci Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb. Pediatriyada oftalmoloji problemlərin müzakirəsi keçirilib. Ölkənin ən tanınmış və savadlı həkimləri, oftalmoloqları, pediatrları bir araya toplanıb və uşaqlarda mövcud olan müasir göz xəstəliklərindən danışıb. Baxaq görək başqa hansı mövzular müzakirə edilib və həmin bu tədbirdə iştirak edən həkimlər təşkil olunmuş tədbir haqqında nə deyəcəklər? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunda martın 14-ü pediatriyada oftalmoloji problemlərin müzakirəsi mövzusunda elmi praktik konferans keçirilib. Mövzuya toxunmağımızda əsas məqsəd bizim bu işdə olan təcrübəmiz, yəni istər-istəməz göz problemləri olan uşaqlar, son zamanlar bilirsiniz ki, az çəkili uşaqlar statistik olaraq doğum faizi ölkəmizdə diri doğulma meyarlarının dəyişməsi ilə əlaqədar sayı artmaqda davam eləyir, artmaqdadır və bunların bizim institutumuza gəlməsi, bizim institutda reanimasyon şöbədə müxtəlif reanimasyon tədbirlərə az çəkili uşaqların məruz qalması, sonrakı dövrdə reanimasiya şöbəsindən sonra vaxtından əvvəl doğulanlar şöbəsində müalicəni davam etdirməsi, yəni istər-istəməz bu uşaqların bizlə kontaktı aylarla demək olar ki, davam edir. Və bu uşaqlarda müxtəlif problemlər, reanimasyon tədbirlərə məruz qalan, oksigen terapiyası alan uşaqlar, az kütlə ilə doğulan uşaqlar, gestasiya yaşı az olan uşaqlar, müxtəlif hemodinamik pozğunluqlarla olan uşaqlar, sinir sisteminin 3-cü, 4-cü dərəcəli qansızması olan uşaqlar, transfuziya alan uşaqlar, transport nəticəsində müxtəlif metabolik dəyişikliklərə məruz qalan uşaqlarda göz problemləri, xüsusən vaxtında gözün müayinəsinin aparılması, skrininqlərin həyata keçirilməsi, gələcəkdə bu uşaqların görmə orqanının tam funksional vəziyyətini saxlamaqda mühüm əhəmiyyət kəsb edir. Bugün danışdığımız, müzakirə etdiyimiz konferans mövzularından yeni doğulmuşların, vaxtından əvvəl doğulanların göz problemləri, onların retinopatiyaların vaxtında aşkar olunmaması gələcəkdə bu uşaqların hətta körluğu ilə belə nəticələnən böyük fəsadlara gətirib çıxara bilər. Məqsədimiz bütün pediatr və neonatoloqları bu istiqamətdə diqqətini cəlb etmək və oftalmoloji problemlərin vaxtında diaqnostikasını həyata keçirmək, bu istiqamətdə görülən işləri institutumuzun təcrübəsi ilə gələn qonaqlar konferans iştirakçıları ilə fikir mübadiləsi, təcrübə mübadiləsi aparmaqdan ibarət olmuşdur. Respublikada yeganə vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinin Pediatriya İnstitutunda fəaliyyət göstərməsi körpələrdə görmə orqanının zədələnməsinə çox rast gəlindiyindən, reanimasyon tədbirlərdən sonra həkimlərin risk qrupundan olan uşaqların retinopatiyalarının vaxtında diaqnozunun qoyulması gələcəkdə körluğun qarşısını ala bilər, deyə mütəxəssislər bildirir. Elmi Tədqiqat Pediatriya İnstitutunun, onun rəhbərliyi ilə, kollektivi
Nazirliyinin təşkil etdiyi çox gözəl, kompakt, ancaq çox da qlobal bir problemə həsr olunan uşaqların, bizim gələcəyimiz olan uşaqlara pediatriyaya həsr olunan bir konferansda iştirak edirik. Burada ölkəmiz üçün özəlliklə çox əhəmiyyətli olan bir sıra problemlərin müzakirəsi gedir. Bu yeni doğulmuşların patologiyalarıdır, yeni doğulmuşların retinopatiyasıdır və digər patologiyalar hansılar ki, bugün çox aktualdır. Və düşünürəm ki, bu konferansın indi birinci hissəsi bitdi. İndiyə qədər olan çıxışlar, məruzələr çox maraqlı, çox aktual və hamı tərəfindən belə deyək də maraqla izlənən bir çıxışlar oldu və biz burada bugün ölkəmizdə olan neonatologiyanın, pediatriyanın, yeni doğulmuşların pediatriyasının vəziyyətini bir daha gözümüz önündə canlandı və mən əminliklə deyə bilərəm ki, bugün Pediatriya İnstitutunda doğrudan da gerçəkdən bu sahədə gözəl işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatının, Ölkə Səhiyyə Nazirliyinin, digər səhiyyə qurumlarının verdiyi təlimatlara əsasən ölkəmizdə sağlam gələcəyimizin olması üçün, bu uşaqların sağlam böyüməsi üçün, gələcəyimizin gözəl olması üçün çox çaba sərf eləyirlər. Vaxtında müayinə və erkən diaqnoz göz xəstəliklərinin müalicəsi və inkişafının qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır. Konferansda həkim mütəxəssislər tərəfindən uşaqlarda göz sağlamlığı ilə bağlı ən müasir yanaşmalar, diaqnostika və müalicə üsulları müzakirə olunub. İmmunitetimiz, sağlamlığımız, yaddaşımız, fiziki və ruhi sağlığımız tamamilə bundan asılıdır. Nədən? 8 saat, 7 saat yatmaqdan. Bu 7-8 saat ərzində yatmırsınızsa, əmin olun ki, bakteriyalarla mübarizəniz zəifləyir və bir çox xəstəliklərə meyilli olursunuz. Hansı xəstəliklərə meyilli olursunuz və ümumiyyətlə dünya niyə hazırda yuxusuzluq epidemiyasındadır? Bütün bu sualların cavabını növbəti sujetimizdə biləcəksiniz. Mən isə bütün dünyanı baldan da şirin olan yuxu günü münasibəti ilə təbrik edirəm. Yuxusuz qalmağın insan sağlamlığına kifayət qədər ziyanları var. Professor Əhməd Kazımov STV xəbərə verdiyi müsahibədə bildirib ki, daimi yuxusuzluq erkən ölümə də səbəb ola bilər. Ümumiyyətlə, yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə edilmədikdə mühüm xəstəliklər hətta ölümə yol aça bilir. Depressiyaların inkişaf etməsinə risk faktorları ola bilər. Yuxu və xərçəng riski Qasse Western Pressiva Universitetinin tibb məktəbinin əməkdaşları tədqiqatlar aparıblar. Onlar belə nəticəyə gəliblər ki, 6 saatdan az yatan insanlarda düz və yoğun bağırsağın adenoma riski 50% çoxalır. Müalicə olmayan adenomalar bəd xəstəliklərə çevrilə bilir. Professor Əhməd Kazımov yuxu pozuntuları və psixoloji yuxu xəstəlikləri mövzusuna da aydınlıq gətirib. Yuxu pozulmaları dedikdə ən çox qarşılaşılan vəziyyət yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi, səhər erkən saatlarında oyanıb yenidən yuxuya getmək nəzərdə tutulur. Lakin çox yatmaq və yastığı görər-görməz yuxuya getmək də yuxu pozulmalarına aiddir. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olandır. Bütün bu yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik, dərmanlarla əlaqəli vəziyyətlər də vardır. Psixofizioloji yuxusuzluq tipik olaraq stres kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalarla davam edə bilir. Professor əlavə edib ki, yuxusuzluğun bu təhlükələrindən qorunmaq üçün yuxu keyfiyyətini artırmağa çalışmaq və yuxu rejiminə ciddi riayət etmək çox vacibdir. Əgər müstəqil olaraq buna müvəffəq ola bilmirsinizsə, həkimə müraciət etməlisiniz deyə Dr. Əhməd Kazımov qeyd edib.
Bir neçə gündür ki, Amerikanın artıq 3-cü ştatında qızılcanın yayılmağı ilə bağlı məlumat verdik. İndi isə Avropa həyəcan təbili çalır. Rumıniya və digər ölkələrdə qızılca kifayət qədər artmaqdadır və səhiyyə rəsmiləri insanları qızılca əleyhinə peyvənd olunmağa səsləyirlər. Avropa səhiyyə orqanları xəbərdarlıq edir ki, yaxın aylarda qızılcaya yoluxma halları artacaq. Hazırda ən böyük qızılca epidemiyası Rumuniyadadır, lakin bütün ölkələrdə həyəcan təbili çalınır. Avropada qızılcaya yoluxma halları son bir ildə 10 dəfədən çox artıb və səhiyyə orqanları insanların yüksək yoluxucu xəstəliyə qarşı peyvənd olunmağa çağırır. Avropa xəstəlikləri qarşısının alınması və nəzarət mərkəzinin məlumatına görə 2024-cü ilin əvvəlindən 2025-ci ilin əvvəlinə qədər Avropa İttifaqı, İslandiya, Liechtenstein və Norveçdə 32 mindən çox qızılca hadisəsi qeydə alıb ki, bu da əhəmiyyətli artım deməkdir. Agentlik xəbərdarlıq edir ki, qızılca hadisələri 2024-cü ilin birinci yarısında pik həddə çatdığından hadisələrin önümüzdəki aylarda artma ehtimalı var. Ötən il qızılcaya yoluxma hallarının əksəriyyəti Rumuniyada, daha sonra İtaliya, Almaniya, Belçika və Avstraliyada qeydə alınıb. Bununla belə, bütün Avropa İqtisadi Bölgəsinin ölkələri, Avropa İttifaqı, İslandiya, Liechtenstein və Norveç hallar barədə məlumat verib. Rumuniyada 18, İrlandiyada isə bir nəfər qızılcadan ölüb. Avropa xəstəlikləri qarşısının alınması və nəzarəti mərkəzinin məlumatına görə yoluxmuş insanların böyük əksəriyyəti, yəni 86%-i peyvənd olunmayıb. Onların çoxu isə 4 yaşınadək uşaqlar olub. Xarici sahibkarlar belə məsələlərlə məşğul olanda onları qınayırıq, hiddətlənirik. Amma öz yerli sahibkarlarımız bizə, öz xalqına satdığı məhsulun içərisinə heç də tərkibdə yazılmayan məhsulları qatanda şəxsən mən deməyə söz tapmıram. Çox sevdiyim şirniyyat dükanlarından biri ilə bağlı bu xəbəri vermək əlbəttə üzücüdür. Amma düşünürəm ki, sahibkar ən azı bundan sonra öz məhsullarının istehsalında vicdanla davranar. Azzanın istehsal etdiyi yağ məhsulunun satışı dayandırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Azza Agro Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan Fermaza əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən yağda bitki sterinləri ilə yanaşı yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur. Bir zamanlar bütün doğuşlar təbii yolla keçirilirdi. Elə ki, qeysəriyə oldu, anaların hamısı yatım, oyanım görüm ki, övladım var, ağrı, sancı çəkməyim dedilər. Amma məsələ burasındadır ki, statistik göstəricilərin anaların ən çox qeysəriyə əməliyyatından həyatını itirdiyini göstərir. Məhz buna görə də həkimlər özəl xəstəxanaların bilərəkdən daha çox maddi gəlir əldə etmək üçün təbii doğuş yolu mümkün olduğu halda qeysəriyə etdiyini vurğulayır və bütün bu müzakirələr Türkiyədə keçirilir və hazırda Türkiyədə 80-dən çox qadının məhz qeysəriyə əməliyyatı ilə dünyaya uşaq gətirdiyini vurğulayırlar. Ölkəmizdə isə nə yaxşı ki, bu belə deyil, nisbət böyükdür, amma təbii doğum edən xanımların sayı daha çoxdur. Türkiyə Böyük Millət Məclisi körpü ölümləri və özəl sağlamlıq müəssisələri araşdırma komissiyasını, nazirlik rəsmilərini və alimlərini dinləyib. Ankara Bilkənt Şəhər Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Xəstəxanasının baş həkimi professor Özləm Moraloğlu Tekin normal doğumların gündən-günə azaldığını və keysəriyyə əməliyyatlarının çoxaldığını qeyd edib. O bildirib ki, bu cür doğuşlar daha çox özəl tibb xəstəxanalarının payına düşür. Hər 10 hamilə qadından 6-sının keysəriyyə əməliyyatına məruz qaldığını qeyd edən Tekin, Türkiyənin son 10 ildə ana ölüm nisbətində 10 ölkədən biri olduğunu vurğulayıb. Tekin qeyd edib ki, ölən anaların demək olar ki, hamısı qeysəriyyə əməliyyatı olanlardır. Onların 85%-i özəl xəstəxanalarda doğum edib. Xatırladaq ki, son illərdə Azərbaycanda qeysəriyyə əməliyyatı artsa da, xanımlar təbii doğuşa daha çox üstünlük verir. Belə ki, ən son 2023-cü ilin statistikası açıqlanıb və 111,8 min doğuş qeydə alınıb. Onlardan 76,7-si normal doğuşdur.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.